Salam uşaqlar, səhifə 35-i izah edirəm. Diqqətlə qulaq asın. Əbobu verilmiş olan 2 ədədi tapın deyir. 8 ədədi əbobudur. Əbobu nədir? Bərabər 8 qoyum. Hansı ədədlərdə əbob 8 eləyər? Məsəl üçün 16, 8. Əbob 8 eləyir. Bir ədəd digərinə bölünərsə uşaqlar, 16 8-ə bölünür. Kiçik ədəd bunun əbobu sayılır. Də nəzərdə saxlayın. Hər ikisinin ortaq böləni. Məsəl üçün, mən belə başa salıram. Bunu 2-yə vurun, bunu da 2-yə vurun. Nə edir? 32. 3-ə vuraq buna. 24. Hər birinin ortaq böləni nə olsun? Hər birinin 8-dirmi? Başqa ədəd ola bilərmi? Xeyr, əbob demək 8-dir. Keçirəm ikincisinə. Bu birinci idi. İndi ikincisinə keçirəm. Əbobu 14-dür. Hansı halda 14 olur? Məsəl üçün 14 ilə 28. Aha. İndi baxırıq. Bunu 2-yə vurarıq 28. Bunu 2-yə vuraram 56. Olmaz. Bunu 3-ə vurum, bunu 2-yə vurum. Baxaq. Əbob hansı halda 14 olar? Biri 28 götürün uşaqlar. Digərində 14-ü 3-ə vurum neçə eləyir? 14-ü bir dəfə 2-yə vurun, 14-ü bir dəfə 3-ə vurun. Nə edir? 14-ü 3-ə vuranda 42. Hər ikisinin ortaq böləni neçədir? 14-dür. Ona görə əbob 14 götürdüm. Üçüncüyə baxıraq. 2 ədədi tapın deyir. Mən 2 dənəsini tapıram. Hər birindən 2 dənəsini tapıram. Birini də yazmaq olar. İkisini tapıram ki, tam dəqiq başa düşəsiniz. Əbob 16-dır. Bax, hansı halda 16 olar? 16 ilə 32 götürün uşaqlar. Dedim ki, bir ədəd əgər 32 16-ya bölünürsə, bunun əbobu ilə 16 sayılır. Əbob, belə eləyəm, əbob. Birini 16 götürürəm. Birində 2-yə vuram, 2-yə vuram 32 götürürəm. 3-ə vuranda 48. Hər birinin ortaq böləni nədir? Yenə əbob 16-da. Dördüncüsünə baxıram. Bunları yazdım. Dördüncüdə nədir? Əbobu 21-dir. Baxıram, hansı halda 21 olur? 21 ilə 42 götürüm. Çünki 42 21-ə bölünür. Yenə əbob nə alınır? 21 alınır. Bir də var ki, belə eləyirəm. 21-i, bu 21-i bir dəfə 2-yə vururam. 42. Bir dəfə də 3-ə vururam. 63. Demək, bunda da əbobumuz nə olur? 21 alınır. Keçirəm 5-cinə. 13-ün 5-incisi. Aha, 5-incisi. Əbobu 25 olsun. 25 ilə 50 götürüm uşaqlar. O zaman əbob 25 olur. İndi digəri. Əbob 25-i 2-yə vuraram. Nə edir? 50. Digərinə 25-i 3-ə vuraram. 75. Yenə də əbobumuz nədir? 25-dir. Keçirəm 6-cısına. Əbobu 28-dir. Birini 28 götürün, birində 56. Demək, əbob. İndi burada başqa cürün yazıram. 28-i 2-yə vururam. 56. 28-i 3-ə vuranda 84. Yenə də burada əbobumuz nədir? 28-dir. Sonra 7-ciyə baxıram. 7-də əbobumuz 32 alınmalıdır. Bura 32 qoyum. Hansı halda o əbob 32 olar? 32 ilə 64 olsun mu?
Olsun. Çünki 64 32-yə bölünür. Yenə əbol 32 alınır. Digər halda başqa cür yazıram. Əbol 2 dəfə 2-yə vururam, birini 64 yazıram. 3-ə vururam, bir dəfə də 96 yazıram. Hər iki halda da bunun əbobu nədir? 32-dir. Keçirəm indi 8-ci. Deyir ki, əbobu 40 olsun. Əbol 40 alınsın. 40-la 80 götürünmü uşaqlar? Onda əbob 40 alınır. Bir də başqa cürünə. Nə alınsın? 40. 2-yə vuraram 80 olar. 3-ə vuraram 120 olar. Yenə hər bir halda 40 alınır. Əbobu 40-dır. İndi 14-cü tapşırığa baxıram. Qarşı sadə ədədlər cütünü tapın deyə. Qarşı sadə ədədlər odur ki, ortaq böləni 1 olsun. Bunun ortaq böləni 1-dir. Hər ikisinin ortaq böləni 1-dir. 20 ilə 44 görürsünüz. 1-dən başqa 2 var, 4 var. Bu olmaz. Səhvdir. Burada hər birinin, bura baxın, 11-ə bölünür. Dedik axı, qarşı sayda oldu ki, ortaq böləni yalnız 1 olsun. Burada yalnız 1 deyil, 11 var. Ona görə bu da sayılmır. Burada baxırıq. Ortaq böləni 9-un 1, 3, 9-dur. 35-də 1, 5, 7, 35-dir. Ona görə bunu götürəcəm. Çünki ortaq böləni 1-dir hər ikisində. 16 və 45-in ortaq böləni 2, 8, 4. Ancaq burada baxırıq. 4, 5, 9. 5, 9. 4 deyildim, bağışlayın. Bunun ortaq böləni yoxdur. 5, 9-dur. 16-da isə 1, 4, 16-dır. 2-dir, 8-dir. Bunlara bölünür. Ortaq böləni yoxdur. 24-də baxırıq. 15, 24 ilə 15 baxıram. Hər birinin ortaq böləni 3-dür. Bunu götürmək olmaz. Çünki dedik ki, yalnız 1 olmalıdır ortaq böləni. Qarşı sadə ədəd odur ki, ortaq böləni 1 olsun. 25-in və 43-ün ortaq böləni 1-dir. 12 ilə 22-in götürmək olmaz. Çünki 2-dir ortaq böləni. 36 ilə 40-ın da 2-dir. Onu da götürmək olmaz. 45-də 5, 9, 37-də yoxdur. Ona görə bu qarşılıqlı sadə ədədlərdir. İndi 15-ci tapşırığa baxaq. 15-i. Bu ədədlərin hər birindən bir dəfə istifadə etməklə qarşılıqlı sadə ədədlər cüt. İndi gəlin 9 ilə digərlərini yaradaq. 9, 14. Baxın. 9, 14. Sonra 9, 16. Yaradaq. Sonra baxarıq ki, bunlar qarşılıqlı sadə hansıdır. 9, 16. Yəni 9, 19. 9, 27. Keçirəm 14 ilə yaradıram. 14, 16, 14, 19, 14, 27. Sonra keçirəm 16, 19, 16, 27. Bir də qaldı 19, 27. İndi bu hər birini istifadə etməklə qarşılıqlı sadəliklər cütünü yazacaq. Hər birini yazdım. Və buradan ortaq böləni 1 olsun. 9 ilə 14-ün ortaq böləni nədir uşaqlar? 1-dir. Bunu qarşılıqlı sadə ədəd kimi götürmək olar. 9 ilə 16-nı hər ikisini 3-ə bölünür. 9-da məsəl üçün orada bölünmür 16-da. Ona görə bu qarşılıqlı sadədir. 9 ilə 19 yenə bu qarşılıqlı sadədə ortaq böləni yoxdur. 27 9-a bölünür. Bunu olmaz, götürmək olmaz. 14 ilə 16 hər ikisini 2-yə bölünür. Ona görə götürmək olmaz. Qarşılıqlı sadələr soruşur. 14 ilə 19. Bəli, qarşılıqlı sadədir. Çünki ortaq böləni yalnız 1-dir. 14 ilə 27. 3 dəfə 9-un
27 eləyir, ancaq 2 ilə 7 14 eləyir. Ortaq böləni yoxdur. Ona görə bunu götürə bilərəm. 16 ilə 19 qarşılıq sadədir, çünki ortaq böləni yoxdur. 16 ilə 27 2-yə bölünür, 4-ə bölünür. 27 3 ilə 9-dur. Görürsünüz, heç biri yoxdur. Ona görə qarşılıq sadədir. 19 ilə 27 də qarşılıq sadədir. Bu qədər asandır. Keçirəm 16-ya. İstifadə etməklə bütün mümkün iki rəqəmlərlə ədədləri yazın. Bu ədədlərlə 54-ün əbobunu tapın deyir. Bütün mümkün iki rəqəmlər ədədləri yazıram. Bax, 1, 5 və 8-dir. 1, 5, 15, 1, 8, 18, bir də 5, 8. Sonra bunun tərsi 51, sonra bunun tərsi 81, bunun da tərsi 85. Bütün mümkün ədədləri yazdıq. İndi bu ədədlərlə 54-ün əbobunu tapmalıyıq. Buradan yazım 16-nı. 1, 5 və 8 ədədlərlə 15, 18, 58. İndi bunların tərsi 8 ilə 1, 81, 5 ilə 1, 51, bir də 85. Başqa yoxdur. İndi bu ədədlərlə 54-ün əbobunu tapın deyir. Gəlin bir-bir 15 və 54-ün əbobuna tapırıq. 3-ə bölünür 5, 1. 2-yə bölünür 27, 3-ə bölünür 9, 3-ə bölünür 3, bu da 3, 1. Ortaq böləni yalnız hər birində nədir? 3-ə bölünür. Başqa ortaq böləni varmı? Xeyr. Yazıram əbob 15 ilə deyir 54-ün əbobunu tapın. Əbob 15 və 54-ün hər birinin ortaq böləni nədir? 3-dür. Keçirəm. Bu birincisi idi. İndi ikincisinə keçirəm. Yəni bu deyil, 18-ə. 18 və 54. 18-i burada 54 var uşaqlar. Bu 54-ü bir də yazmayayım. 2-yə bölünür 9, 3-ə bölünür 3, 1. Baxın 2, 2. Ortaq bölən 2, 2. 3, 3, 3, 3. Yenə də hər birində nə var? Əbob yazım. 18, 54. Hər birində nə var? 2 vurulsun 3 və 3 var. 18. Cavabımız nə oldu? 18. 58 və 54-ün əbobunu tapıram. 2-yə bölünür 29. 29-a bölünür. 2-yə bölünür 27. 3-ə bölünür 9. Yazmağa ehtiyac yox idi. İkisini də 2-yə 2-də eləmə. Əbob 58 və 54-ün əbobu hər ikisində 2 var. Demək, əbobumuz 2-dir. Dördüncüyə baxırıq. Dördüncüsü 81. 81 ilə 54-ü yenə 3-dür bu. Aha, indi 3-ə bölünür 27. 3-ə bölünür 9, 3-ə bölünür 3, 1. Hər birində 3, 3, 3, 3. Demək, əbob 81, 54. Hər birində nə var? 3 dənə 3 var. 3 vurulsun 3, vurulsun 3. Nə elədi? 27. Bunun əbobu 27. Keçirəm 16-nı. Beşincisinə 51 ilə 54-ün
İndi 81 ilə yazdım. İndi 51 ilə 5-ci yazım. 51 ilə 54-ün 3-ə bölünür 17. 3-ə bölünür 3-ə bölünəndə 18. 3-ə bölünür 6. 3-ə bölünür 2. 2, 1. 3-ə bölünür 17. 17, 17'ye 1. İndi hər birinin ortaq böləni nədir? 3'dür. Demək yazırsınız. Əbov 51 54'ün əbovu nədir? 3. İndi 6-cıya baxırıq. Aha. 85 ilə 54'ün əbovu. 5'ə bölünür 17 etməlidir. Aha. 17'də 17'ye bölünür 1. 3'ə bölünür 18. 3'ə bölünür 6. 3'ə bölünür 2. 2. Nə edir? Ortaq böləni yoxdur uşaqlar. Ona görə bunun əbovu nə olur? 1 olur. Yazırıq əbob 85, 54. Əbob nə eləyir? 1. Keçirəm 17. 17'ye baxıram. 17'də deyir ki, A 8, 8 olduğu məlumdur. Əldən kiçiyə uyğun, A'ya uyğun 2 rəqəmli ədədləri tapın. Əbobumuz A, bir də 8, 8'dir. Hansı ədədlər əbob 8 eləyər? A'nın qiymətini nə qoysam 8 eləyər? 16 qoysam, 24 qoysam 8 eləyir. Hansını qoysam 50'dən kiçik ədədlərə baxılmalıyam. 32 qoysam, 40'ı qoysam, 48. Baxaq. Bax. 16 ilə 8 yenə əbob 8 eləyir. Çünki 16 8'ə bölünür deyə uşaqlar. A'nın qiymətlərini yazmışam. A 16 olanda, A 24 olanda, A 32 olanda, A 40 olanda, A 48 olanda. Demək bir dəfə mən A'nın yerinə 16 qoyuram. 16 8'ə bölünürsə bunun əbobu 8'dir. Sonra 24 8'ə bölünürsə yenə əbobu 8'dir. 32 yenə 8'ə bölünürsə yenə əbobu 8'dir. 40 8'ə bölünürsə yenə əbobu 8'dir. 48 8'ə bölünürsə yenə əbobu 8'dir. Ədədləri tapın. Tapdıq. 18'ə keçirəm. Deyir ki, bu ədədlərin parçaların hansı uzunluğu, hansında uzunluğu 16 cm parça tam neçə dəfə yerləşər? Bax, uzunluğu 48 olan neçədən 16'lıq bölmək olar? Baxın, 48'də neçədən 16'lıq var? Yazıram 48 bölünsün. Parça tam neçə dəfə yerləşər? 3 dəfə. Demək, 3 dəfə. Sonra 54 16'ya bölünür 4 dəfə. 80 içində 16 5 dəfə. 96'nın içində 16 6 dəfə. 102'nin içində 16 7 dəfə. 16 102 olan parçalarını 102'nin içində 112 eləməlidir uşaqlar. Bu səhvdir. Yəni 112'nin içində 6 yenə 6 dəfə tam yerləşir. Burada yəqin ki səhvdir. 112 olmalıdır. 112 olmalıdır. İndi keçirik 19'a. 19. Deyir ki, 160 dəftər, 128 qələm neçə şagirdlər arasında bərabər sayda bölməlidir. Ən çox neçə şagird var deyir. Demək biz bunu nəyin tapmalıyıq? Əbobunu tapmalıyıq. 2'ye bölünür 80, 2'ye bölünür 40, 2'ye bölünür 20, bölünür 10, 2'ye bölünür 5, 1. 2'ye bölünür 64, 2'ye bölünür 32, 2'ye bölünür 16.
8, 8 2'ye bölünür 4, 4 de 2'ye bölünür 2, 2 de 2'ye bölünür 1. Aha. Her biri 2, 2, 2, 2, 2, 2, 2, 2, 2. Demek əbab 160, 128. Bərabərdir 1, 2, 3, 4, 5. 5 dənə 2-ni bir-birinə vururuq. Neylədi? 32. İndi deyir ki, neçə dəftər olduğuna baxırıq. 160'ı bölürəm 32'yə. Dəftər nə qədər olur? 5 dənə dəftər olur. Sonra 128'i bölürəm 32'yə. Neçə dənə 4 dənə qələm olur. 20'ye keçirəm. Cavabları budur. 20-ci tapşırıq. Deyir ki, 16, 24, 42, 70 düzbucaqlı elə bərabər kvadratlara bölün ki, alınan kvadratların tərəfləri ən böyük olsun. Hər bir halda neçə kvadrat alınır? Demək, bunun əbabını tapırıq uşaqlar. Əvvəlcə birincini hesablayıram. 16 ilə 24'ü. 2'ye bölünür 8, 2'ye bölünür 4, 2, 2, 1. 2'ye bölünür 12, 2'ye bölünür 6, 2'ye bölünür 3, 3'e de bölünür 1. 2, 2, 2, 2, 2, 2. Əbab 16, 24'ün neçə dənə 2 oldu? 1, 2, 3. 3 dənə 2'ni bir-birinə vururuq. 2'ni uşaqlar. 3 dənə 2 dedim, 3'ü yazdım. 3 dənə 2'ni bir-birinə vururuq. O da neylədi? 8. İndi ikinci variantı yazır. İkinci sualı yazıram. 42 ilə 70'in. İkincisində deyir ki, 42 ilə 70'in əbabını tapırıq. 2'ye bölünür 21, 3'e bölünür 7, 7, 1, 7, 10, 2'ye bölünür 5, bu da 1. Ortaq böləni 2, bir də 7'dir. Demək, əbab 42, 70'in 2 vur 7 olur. Ne eləyir? 14. Cevabımız 14.